İndi belə hamı istəyir ki, mövsümi meyvələrdən alsın, yesin, mürəbbələr bişirsin. Meyvələrdən hamı kompot deyil, meyvə şirəsi hazırlasın evdə, soyuducuda, masanın üzərinə qoysun. Sərinləşdirici bir içki kimi. Marketə girdim, meyvələrə baxıram. Bilirəm, hər biriniz girəndə, belə daxil olanda, market alış-veriş edəndə təbii ki, tez birinci çalışırıq ki, haradakı meyvə yerləşdirib o güşəyə yaxınlaşaq. Sevdiyim şaftalıdır. Gilas nə qırmızıdır, nə sarıdır gilas. Gördüm bir nəfər belə seçir kişidir. 9 manat 99 qəpik gilas. Amma heç kim almır. Və mən məlumatlıyam ki, məhz bu gilaslar Qubada 30 qəpikdir kiloqramı. Çəkdi 1 kiloqramını 30 qəpiyə buradan gedir fermerlər, market sahibləri alır, gətirir. Dünən bir kişi elə hey başladı. Getdim, gəldim, sağa, sola, nələrisə aldım, götürdüm. Elə kasaya yaxınlaşmağıma var. Biraz o kişini izlədim, gördüm bir yığır. Çünki biri, bilirsiniz də, meyvələr belədir. Biri zədələnəndə digərlərini də zədələyirlər. Gilasların çoxsu zədələnib. Nə market sahibi endirim edir onu, nə bilim kim endirim edir, nə kim endirib. Heç kim endirim etmir. 9 manat 99 qəpik marketdə. Girin görəcəksiniz. Gedim məhz Qubadan, Xaçmazdan 1 kiloqramını 30 qəpiyə alırlar. Həm də 30 qəpiyə alanda şərt kəsirlər. Ağacdan meyvəni özünüz yığmalısınız. İnsafınız olsun. Arpa, buğda dənəcəyi boyda market sahiblərinə deyirəm. Sizin insafınız olsun. 30 qəpiyə çəkisini 1 kiloqramını aldığınız gilası 9 manat 99 qəpiyə satırsınız. 1 manatını yanacağa çıxaq, 1 kilo gilasdan. Nə bilim, 1 manatını satıcıya çıxaq, 1 manat, yerdə bu qədər insafınız olsun. 30 qəpik 1 kiloqramını aldığınız gilası niyə siz 9 manat 99 qəpiyə satırsınız? Tarif Şurası və yaxud digər bu qiymətlərə nəzarət edənlər həmişə deyirsiniz ki, market sahibləri sərbəstdir də, qiymət qoyur, kim necə istəyir alır, qiyməti də necə istəyirsə özü təyin edir. Mən başa düşmürəm, 30 qəpiyin üstünə 9 manat 70 qəpik qoyursan, belə əlavə edirsən, beləmi olar? Yenə də deyirəm, insafınız olsun. Yenə də deyirəm, Tarif Şurası 2 gündən bir qiymətləri təyin edirsiniz, tənzimləyirsiniz. Bir meyvələrə də baxın da, bir meyvələrin də qiymətini tənzimləyin də. Bir də market sahibləri, Allah sizə insaf versin.